118 biraz xoşuma gəldi. Niyə? Bax, burada nə yazıb? 202, 200T əvəzləmə kvadrat yoxdur. Hə, indi diqqətli olun, bir şey ayıracağım, amma burada əlavə də danışacağım. Çünki bunun minusuna versə fərqli olar. İndi minusuna da baxacağıq. Verilir 200x plus 1-in kvadratı plus 26. Amma burada bir şey var. Bura 0 ola bilməz. Mənbə kvadratdır. Ona görə 200x özü 0-dan böyükdür. Deməli, bu ifadə böyük olur. Bir Böyük üstəgəl bərabər bir olmur. Böyük bərabər olmur. Abi, böyük olur. Bərabərlik yoxdur. Bu da nəyə alır? 6-nı. Deməli, amma böyük də 6 oldu. Böyük bərabər yox. Böyük 6 olduğuna görə ən kiçik qiyməti nədir? birdir. Çünki 200x biz böyük bərabər 0 demirik. Nə deyirik? Böyükdür 0 deyirik. Anladınız? 200x plus 1 də 0 ola bilməz. Bəs yaxşı, niyə onu kvadrat ayırmadan dedim? Çünki deyirəm ki, belə də bir sualınız gələ bilər. Baxın, dəyişirəm. 4x çıx 2 vur 200x plus 10. Da belə bir sual. Burada 0 ola bilər də müəllim. Hə, indi bax buradan ayıranda belə ayıranda plus 9 Mötərizdən qalır. 0 ola Bax, bilər. indi bura təbii ki 0 ola bilər. Minusdur təbii ki. Ona görə bu böyük bərabərdir olur loqaritmik uşaqdır üstə 9. Bu da nəyi bilir? 4. Yəni bunun qiyməti oblasti olur 4 sonsuzluq. Anladınız? Hı? Bəli. 4 mən Deyildi. hardan götürdünüz? Mən 4'ü Necə? hardan aldınız? 4'ü. 3'te 9 da. 46 3'te 9. Hə. 46 3'te 9. Hə. Bunun yerine ne yazırıq həmişə? Deyirik 0 da axı ən aşağıya.